Değerli müşterilerimiz, değerli izleyicilerimiz, bilirsiniz ki Bakının en böyük geyim univermaqlarından birini düz 20 yanvar metrosunun yanında açılışına çok az qalıb, sayılı günlər qalıb. 20 yanvar metrosudur, burada bizim ünvanımızdır. Əsas məsələyə gələn bizə halal ödənmiş işçilər lazımdır. Satıcı xanımlar və kasser xanımlar lazımdır. İndi bəziləri yorumda yazır ki, niyə ancaq satıcı xanım lazımdır? Qoy, açıqlamasını verəcəm. Bilirsiniz ki, mağazamız, univermamız kişi, qadın və uşaq geyimlərindən ibarət olacaq. Kişi addelinə bütün işçilər, satıcı oğlanların hamısını demişəm. Üzrsə, bir nəfər bizə ayaqqabıya lazımdır kişi addelinə. Ancaq ayaqqabı satacaq, bir nəfər oğlan lazımdır. Qalan bütün kişi işçilərin, oğlan işçilərin hamısını artıq yığmışam. Ayaqqabı üçün, ayaqqabı addelində işləyən təcrübəli bir adam müraciət edə bilər. Xanım addelinə 3 nəfər satıcı xanım axtarılır. Xanım geyimlərinə xahiş edən başçı adam olsun. Bir nəfər də kasser xanım axtarılır. Bax, xahiş edən təcrübəli olsun. Yəni, deməyin ki, ayrı təcrübəsi yoxsa və bu gedib harada təcrübə öyrənəcək. Yəni, bizim verdiyimiz maaş təcrübə istəyir. Biz, yəni, təcrübəçi maaşı vermirik. 250-300 manat maaş vermirik ki, mən deyim, təcrübə ehtiyac yoxdur. Təcrübəli adam axtarırıq. Yəni, müştəri ilə mülayim, müştəri 10 dəfə mal istəyəndə ona sifət eləməsi, yəni normal olaraq bugünkü problemləri sizə deyirəm. Yəni, müştəri ilə mülayim danışsın. Bu adamın işi budur. Yəni, sən əlbəttə ki, müştəri ilə yaxşı danışmalısan, yaxşı rəftar eləməlisən ki, o da bəyənsin bizi. Çünki buradakılar bizim müştərilərimiz yox, bizim dostlarımızdır. Yəni, bizim çörəyimiz bu insanlardan çıxır. Əlbəttə ki, bizim insanlarla yaxşı rəftar eləməliyik. Elə başı dözüm olmaqla hamımız. Nəysə, dediyim kimi, bir nəfər kişi addelinə, ayaqqabı işinə, ayaqqabı addelinə baxmağa oğlan satıcı lazımdır. 3 nəfər satıcı xanım lazımdır. Bir dənə kasser xanım lazımdır. Ünvanımız 20 yanvarda yerləşəcək, düz metronun yanındadır. 20 yanvar metrosu oradadır, bizim univermamız da buradadır. Qabağında gələnlər üçün deyirəm ki, görürsünüz, parkovka yeri də var böyük. Bakının parkovka problemi olsa da bizdə şükür Allaha yoxdur. Açılışımıza da az qalıb, açılışda da hamınızı gözləyirik bütün müştəriləri. Açılış ayının ortasında olacaq, amma işçiləri indən yığırıq. İşçi müraciət eləmək üçün bu nömrə ilə əlaqə saxlayın. Ekranda yazılı bu nömrə. WhatsApp-dan CV atsınız daha yaxşı olur.